Salam, hər vaxtınız xeyir olsun. Dəyərli dövlət qulluğuna hazırlaşan namizədlər. Bildiyiniz kimi dövlət qulluğu qəbuluna Konstitusiyadan 10, 11, 12 suallar düşür. Və bu sualların ən çoxu Milli Məclisdən və Prezidentlərdir. Yəni bu biz imtahanlara düşən suallardan da bu nəticəyə gəlmək olur ki, ən çox Milli Məclisdən və Prezidentdən suallar düşür. Yəni 10-12 sualın içərisində ən çox olanlar Prezident və Milli Məclisin fəaliyyəti ilə bağlıdır. Düzdür, bölmələrin hamısından düşür. Birinci bölmədən, ikinci yaxud da digər bölmələrin hamısından suallar düşür. Və həmçinin yadda saxlayın ki, Naxçıvan Muxtar Respublikasından hər imtahan bir sual düşür. Yəni, ola bilməz ki, hansısa imtahanda Naxçıvandan sual düşməsin. Yaxud da ola bilməz ki, hansısa imtahan bələdiyyədən sual düşməsin. Yəni, hər imtahanımızın, həmin o 10-12 sualının bir sualı Naxçıvanın, bir sual da bələdiyyənin payına düşür. Yadda saxlayın. Mən burada belə qərara gəldim ki, biraz bu Milli Məclisin ümumi qaydasıdır, həll etdiyi məsələdir. Maddə 94-95 tələbələr biraz onu qaçışdırırlar, çətinlik çəkirlər ki, hansı qərardır, hansı qanundur, hansı 83-dür, yaxud 95-dir, yaxud da 63 çoxlu qərardırmı, qanundurmu? Biraz bunlara dair izahlar verəcəm. İnşallah ki, faydası olar sizə. Bax, məsəl üçün, burada 70-ci sual. Milli Məclisin ümumi qaydasına aiddir. Bir də yadda saxlayın. Əgər sizə tutaq yazıb ki, ailə münasibətləri ilə bağlı ümumi qaydanı kim müəyyən edir? Çünki bu tipdə suallar düşür. Yəni, ildə 2-3 dəfə düşməsə də, ən azı ildə bir dəfə bu tip sual düşür. Məsəl üçün, düşmüşdü vəkilliklə bağlı ümumi qaydanı kim müəyyən edir? Əmək münasibətləri ilə bağlı ümumi qaydanı kim müəyyən edir? Ümumiyyətcə, ümumi qayda sözü görürsünüzsə, orqan olaraq kimi götürürük? Milli Məclisi. Çünki ümumi qayda Milli Məclisə aiddir. Burada indi soruşur ki, sizdə Konstitusiya əsasən Milli Məclis hansı məsələyə dair ümumi qaydaları müəyyən edərkən 63 səs çoxluğu ilə qanunlar qəbul etmir. Ümumi qaydada bildiyimiz kimi ümumi qayda hamısı qanundur. Sadəcə orada səs fərqi var. O səs fərqini necə yadda saxlayaq ki, tapanda tez tapaq. Yəni o tip sualı tez tapaq, vaxt itirməyək. Yəni səhv yazmayaq. Qaydası belədir. Demək, ümumi qaydada hamısı qanundur, sadəcə orada səs fərqi var, 63 və 83. İlk, ikinci, üçüncü, dördüncü bəndlər 83-dür. Bu hansılardır? Milli Məclis seçkiləridir, deputatların statusudur, prezident seçkiləridir və referendumdur. Bu üçünü yadda saxlayırıq ki, bu 83-dür. Yerdə qalanların hamısı olacaq neçə? 63 səs çoxluğu ilə qanun. İndi bizdə 63 olmayanı soruşursa, indi o 3 dənə saydıq ha, onunla axtaracağıq variantlar içərisində ki, görək hansıdır. Və fiziki və hüquqi şəxslərin statusu deyir, bu 63-dür. Milli Məclisə dedik ki, Azərbaycan Respublikası Milli Məclisi deputatların statusu. Bəli, bu olacaq. Milli Məclisə seçkilərdir və deputatların statusu idi ki, bu 83 idi. Bələdiyyələr seçkilər, bələdiyyələrin statusu məhkəmə quruluşu, hakimlərin statusu. Bunlar olacaq ki, 63 qanun. Burada demək 83 qanun hansıdır? B variantı. Sonra gəlirik 71 də həll etdiyi məsələyə aiddir. Milli Məclisin həll etdiyi məsələlərə. Deyir ki, Milli Məclisin həll etdiyi məsələlərə aid olmayanı göstərir. Biz burada baxırıq, referendum, bəli, referendum təyin edilməsi həll etdiyi məsələ idi. İnzibati ərazi bölgüsü həll etdiyi məsələ idi. Bələdiyyələrin hesabatının dinlənilməsi həll etdiyi məsələ idi, amma fövqəladə vəziyyət, hərbi vəziyyət elan edilməsi bu prezidentin səlahiyyətinə aiddir. Milli Məclisin yox. Dedi ki, həmçinin də testlərdə ən çox, məsəl üçün, qarışdırırlar variantı Milli Məclisin səlahiyyəti və prezidentin səlahiyyəti. Prezidentin səlahiyyətini oxuyarkən orada fikir verirsinizmi? Hamısında hərəkət var. Məsəl üçün, fövqəladə vəziyyət elan edir, hərbi vəziyyət elan edir, vətəndaşlıq məsələsini həll edir, siyasi sığınacaq verilməsi məsələsini həll edir. Dedik ki, təltiflərlə təltif edir, sonra qanunları imzalayır, dərc edir. Hamısında hazırda hərəkət var. Bu, prezidentin səlahiyyətidir. Amma Milli Məclisin səlahiyyətində edilməsi və məsəl üçün, referendum təyin edilməsi deyirsə, bu olacaq Milli Məclis. Referendum təyin edir deyirsə, hərəkət olduğuna görə hazırda bu olacaq prezidentin səlahiyyəti. Sonra baxaq Milli Məclisin yenə həll etdiyi məsələyə, ümumi qaydasına. Baxın, burada 75-ci sualda ona aiddir. Deyir ki,
Yox, burada soruşur ki, Milli Məclisin ilk iclası çağırılır. Aha, Milli Məclisin ilk iclası nə zaman çağırılır? Yeni seçkilər keçirildi və ilk iclas nə zaman çağırılır? Əgər 83 deputatın səlahiyyəti təsdiq olunursa, Milli Məclisin dedik ki, iclası bir həftədən gec olmayaraq çağırılacaq. Burada ikisində də 63-63 dediyinə görə səhvdir. Gəlirik bura. Milli Məclisin 83 deputatının səlahiyyəti təsdiq edildikdən sonra bir həftədən gec olmayaraq. Bəli, olacaq burada C variantı. D-də də 2 həftədən gec olmayaraq dediyinə görə bu olacaq səhvdir. İndi bax 76 həll etdiyi məsələyə dair qanunlar qəbul etmir deyir. Həll etdiyi məsələdə biz ümumi qaydada dedik ki, Milli Məclisin ümumi qaydasında hamısında qanunlar qəbul edir. Amma həll etdiyi məsələdə burada dəyişir. Necə? Həm qanun var, həm qərar var. Qanunlar hansı idi? İlk 5 bənd. Deputatların dedik ki, Milli Məclisin işinin təşkili idi. Sonra prezidentin təqdimatına əsasən diplomatik nümayəndəliklərin təyin yox, təsis edilməsidir. İnzibati ərazi bölgüsüdür. Prezidentin təqdimatına əsasən dövlət büdcəsinin təsdiqidir və icrasına nəzarətdir. Bir də yenə prezidentin təqdimatına əsasən dövlətlərarası və hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsidir ki, bunlara dair Milli Məclis həll etdiyi məsələdə qanunlar qəbul edir 63 səs çoxluğu ilə. İndi görək burada həll etdiyi məsələyə dair qanun qəbul etmədiyi hansı bənddir? Baxın, inzibati ərazi bölgüsü, bəli, indi dedik 63 qanundur. Azərbaycan Respublikasının prezidentinin müraciətinə əsasən müharibə elan edilməsi, sülh bağlanmasına razılıq verilməsi. Bu olacaq 63 qərar. Azərbaycan Respublikasının prezidentinin təqdimatına əsasən dövlət büdcəsinin təsdiq edilməsi, onun icrasına nəzarət. Bəli, bu da 63 qanundur. Dövlətlərarası və fərqli qanunlarda fərqli qaydaları nəzərdə tutmayan, hökumətə tutan daha doğrusu, hökumətlərarası müqavilələrin təsdiq və ləğvi. Bu da 63 qanundur. Olacaq burada B variantı ki, bu 63 qərardır. Bir də yadda saxlayın. Bax, ümumi qaydanı dedim ki, o üçü yadda saxlayırıq. Yerdə qalanlar 63 qanundur, amma həll etdiyi məsələdə biraz fərqlidir. İlk 5 bəndi dedim. Bunlar 63 qanundur. Bunu yadda saxlayırıq istisna olaraq. Sonra 2 dənə 83 qərar var. Hansılardır? Prezidentin təqdimatına əsasən ombudsmanın seçilməsi və prezidentin təqdimatına əsasən Konstitusiya Apellyasiya və Ali Məhkəmə hakimlərinin vəzifədən kənarlaşdırılması. Bunlar olur 83 nə? Qərar. Bir dənə də 95 qərar var. Hansıdır? Dedik ki, prezidentin impeachment qaydada vəzifədən kənarlaşdırılması. Konstitusiya Məhkəməsinin təqdimatına əsasən prezidentin impeachment qaydada vəzifədən kənarlaşdırılması. Baxın, bu istisnaları ki, yadda saxlayırıq, yəni səs olaraq yerdə qalan hamısından nə götürəcək? Olacaq 63 qərar. Bax, sizdən soruşsa ki, prezidentin müraciətinə əsasən müharibə elan edilməsi, sülh bağlanması, razılıq verilməsi, yaxud da baş nazirin vəzifəyə təyin edilməsi, razılıq verilməsi, baş prokurorun həm təyin, həm azad, yaxud da Mərkəzi Bankın kollegial üzvlərinin prezidentin təqdimatına əsasən seçilməsi, amnistiya, sonra referendum təyin edilməsi, yaxud da yəni digər məsələlər, bələdiyyə hesabatının dinlənilməsi və s. hamısı olacaq 63 qərar. Yenə təkrar edirəm. Bax, 5 dənə ilk 5 bənd 63 qanundur, 2 dənə 83 qərar var, bir dənə də 95 qərar var. Bunları ki, yadda saxlayırıq. Yerdə qalanlar sizdən nə soruşsa həll etdiyi məsələyə dair hamısını nə götürürük? 63 qərar. Bir də yadda saxlayın. Bax, Milli Məclis 4 məsələ ilə bağlı razılıq verir. Hansılardır? Prezidentin müraciətinə əsasən müharibə elan edilməsinə, sülh bağlanmasına razılıq verir. Baş nazirin vəzifəyə təyin edilməsi razılıq verir. Prezidentin təqdimatına əsasən. Yenə prezidentin təqdimatına əsasən baş prokurorun həm təyin, həm azad olunmasına razılıq verir və yenə prezidentin təqdimatına əsasən müharibə elan edilməsinə, bunu dedik, silahlı qüvvələrin təyinatına aid olmayan digər məsələlərin icrasına cəlb edilməsinə də razılıq verir. Və prezident bir məsələ ilə bağlı Milli Məclisə müraciət edir. Yerdə qalanların hamısı təqdimatdır. Yəqin ki, oxuyanda fikir verirsiniz. Hansılardır? Hansılar deyəndə hansıdır? Bir məsələdir. Bu, prezident müraciəti əsasında
Milli Məclisin müharibə və sülh bağlanmasına razılıq verməsidir. Yəni bir məsələ müharibə və sülhlə bağlı, bir məsələ ilə bağlı prezident Milli Məclisə müraciət edir. Yerdə qalan hamısı nədir? Təqdimatdır. İndi bax 77-ci suala baxaq. Nə deyir burada? Deyir ki, hansı məsələyə dair ümumi qaydaları müəyyən edərkən 63 səs çoxu ilə qanunlar qəbul edir. Bax, o ilk 5 bənd saydıq ha. İndi ondan birini axtaracaq burada. Və Milli Məclis seçkilər ümumi qaydadır. Bu, həll etdiyi məsələ deyil. Yox, əstəğfurullah, üzrü sayın. Burada nəyi soruşur? Hansı məsələyə dair ümumi qaydaları müəyyən edərkən ümumi qayda soruşur. Yox, həll etdiyi deyil. 63 səs çoxla qanunlar qəbul edir. O 3 bəndi çıxacağıq. O 3 dənə demişdik ha ki, 83-dür. Onu çıxırıq. Yerdə qalan nə varsa 63-dür. Milli Məclis seçkilər 83-dür. Prezident seçkiləri 83-dür. Deputatların statusu 83-dür. Amma Konstitusiyada təsbit olmuş insan vətəndaş hüquq və azadlıqları dövlət təminatı bu olacaq 63 qanun. Aha, burada qanunvericilik təşəbbüsünə aid olmayanı soruşur. Qanunvericilik təşəbbüsünə aid olanlar kim idi? Prokuror, prezident, 2P, 2A, Milli Məclisin deputatı və seçki hüququna malik olan 40 min vətəndaş. Hansılar idi bunlar? Dedik ki, prezident, prokuror, Ali Məclis, Ali Məhkəmə, Milli Məclisin deputatı və seçki hüququna malik olan 40 min vətəndaş. Baş nazir yox idi burada. Yenə burada da soruşur ki, kimlərə aiddir o qanunvericilik təşəbbüsü? Bax, A variantında Azərbaycan Respublikasının 40 min vətəndaşı deyir, seçki hüququ demədiyinə görə səhvdir. Prezident və Ali Məhkəmə, bəli, B variantı düzgün olacaq. Amma burada Nazirlər Kabineti yoxdur, baş prokuror da yoxdur. Prokurorluqdur sadəcə, nə də Konstitusiya Məhkəməsi də yoxdur. Sonra bax, amnistiya məsələsini həll edir desə, Milli Məclisdir, götürürük. Bir dənə səslərə baxaq ən əsası. Çünki səslərdə daha çox tələbələr. Aha, baxın 82-yə baxaq. Deyir ki, Mərkəzi Bankın idarə heyəti üzvlərinin vəzifədən azad edilməsi. Ümumiyyətlə, gəlin belə sayaq görək. Hansı vəzifələri prezident təqdimat verir, Milli Məclis vəzifəyə təyin edir və vəzifədən azad edir? Gəlin, baxaq görək hansılardır. Birincisi, Mərkəzi Bankın idarə heyətinin üzvləridir ki, prezident təqdimat verir, Milli Məclis vəzifəyə təyin edir, prezident təqdimat verir, Milli Məclis də vəzifədən azad edir. Bax, o saydıqlarımız istisnaların içərisində, yəni səs fərqlərinin içərisində olmadığına görə nə götürəcək burada? 63 qərar götürəcək. Prezidentin təqdimatına əsasən Milli Məclis tərəfindən 63 səs çoxluğuyla qəbul edilmiş qərarla. Elə olacaq burada A variantı. Sonra hansı vəzifələr idi ki, prezident təqdimat verirdi, Milli Məclis azad edirdi? Bu 3 məhkəmə hakimidir, Konstitusiya, apellyasiyadır və Ali Məhkəmə hakimidir ki, prezident təqdimat verir, Milli Məclis vəzifədən azad edir. Həmçinin də prezident təqdimat verir, Milli Məclis vəzifəyə həm təyin edir, həm azad edir. Mərkəzi Bankın kollegial üzvləri də eyni qaydadadır ki, prezident təqdimat verir, Milli Məclis həm təyin edir, həm də azad edir. Sonra burada baxırıq, Konstitusiya əsasən, bax, görürsünüz, bayaqlar demişdim, əmək münasibətlərinə dair ümumi qaydaları müəyyən edir ki, ümumi qayda sözü görürüksə, götürürük hamısını Milli Məclis. Burada baxaq, Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi. Yadda saxlayın, 3 məhkəmə hakimidir. Konstitusiyadır, apellyasiyadır, Ali Məhkəmə hakimləridir ki, bunlar 63 səs çoxu ilə prezident təqdimat verəndən sonra 63 səs çoxu ilə vəzifəyə təyin edilirlər, 83 səs çoxu ilə də vəzifədən azad olunurlar. Yəni, azla gəlirlər, belə deyirik, çoxla da gedirlər. 63 ilə təyin olunurlar, 83 ilə də azad edilirlər. Amma yerdə qalan məhkəmə hakimlərini prezident özü vəzifəyə təyin edir, amma vəzifədən azad olunanda yenə prezident təqdimat verəcək, onlarda 63 səs çoxu, 63 səs çoxu ilə də vəzifədən azad olunacaqlar. Yenə deyirəm, 3 məhkəmə hakimi prezident təqdimat verdikdən sonra Milli Məclis 63 səs çoxu ilə təyin edir, sonra prezident təqdimat verdikdən sonra 83 səs çoxu ilə də azad olunur. Yerdə qalan məhkəmə hakimləri isə prezidentin təqdimatına əsasən 63 səs çoxu ilə vəzifədən azad olunur və 63 səs çoxu ilə. İndi burada görək, bax, Konstitusiya əsasən cinayətlərin törədilməsinə görə məsuliyyətin təyin edilməsinə dair ümumi qaydalar deyirsə, yadda saxlayın. Burada tutaq ki, bu söz yadınızdan çıxıb. Cinayətlərin törədilməsinə görə məsuliyyətin müəyyən edilməsi. Yəni, elə bilirsiniz ki, bu həll etdiyi məsələyə aiddir, yaxud da aid deyil, qalmısınız belə. Bu söz yadınızdan çıxıb. Amma burada ümumi qayda sözü görürüksə, baxın, bu ümumi qayda sözü görürüksə, nə götürəcəyik?